Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Azərbaycan və Ermənistan arasında şəkər idxalına dair danışıqlar aparılır. Ermənistan Türkiyə ilə sərhəd açmağa hazırlaşır. Zəngəzurla bağlı təcili xəbər. Azərbaycandan Ermənistana benzin və taxılın idxalına paralel olaraq şəkər idxalı məsələsi ilə bağlı da danışıqlar və işlər aparılır. Telegraf xəbər verir ki, bu barədə Hraparak Ermənistan hökumətindəki mənbələrə istinadla məlumat yayıb. Əldə etdiyimiz məlumata görə, bu məsələyə hakimiyyətin sevimli oliqarxı, şəkər idxalının monopolisti Samvel Aleksanyan maraq göstərir. Yaxın gələcəkdə onun bu növbəti istəyi də gerçəkləşəcək. Azərbaycan vasitəsilə idxal edən şirkət də Samvel Aleksanyana məxsusdur. Benzin idxalçıları arasında isə iş adamının həyat yoldaşının qardaşı Samvel Mıkırçyana məxsus şirkət də yer alır, nəşr yazıb. Ermənistan-Türkiyə sərhədinin 3-cü ölkə vətəndaşları üçün açılmasının ilk və ən sürətli təsiri turizm axınlarının artması olacaq. Telegraf xəbər verir ki, bunu Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsinə baxış zamanı Ermənistanın İqtisadiyyat Nazirinin müavini Anuşik Avetyan bildirib. Həmçinin onun sözlərinə görə, Türkiyə ilə sərhədin açılması ən qısa vaxtda iqtisadiyyata praktiki və müsbət təsir göstərə bilər. Nazir müavini qeyd edib ki, Ermənistan böyük ölçüdə Lars keçid məntəqəsindən asılıdır və Türkiyə ilə sərhədin açılması iqtisadi subyektlərə bir neçə istiqamətdə kömək edəcək. İlk növbədə nəqliyyat xərcləri azalacaq, tədarik zəncirləri qısalacaq və bazarlara çıxış imkanları genişlənəcək. Bağlı sərhədlər uzun illər ərzində logistika xərclərini artırıb, rəqabəti məhdudlaşdırıb və Ermənistan istehsalçıları üçün qlobal bazarda mövqe tutmaq baxımından ciddi çətinliklər yaradıb. Avetisyan Türkiyə ilə sərhədin açılmasının Ermənistanın ixracın diversifikasiyası gündəliyi baxımından da mühüm olduğunu vurğulayıb. Sərhədin açılması məhdud marşrut və istiqamətlərdən asılılığın azaldılmasına, yeni bazarlara çıxış və ixracın şaxələndirilməsinə imkan verəcək. Ekspert araşdırmaları bunun xarici ticarətə müsbət təsir göstərəcəyini, eyni zamanda investisiya axınları və mühitinin yaxşılaşacağını göstərir. Bu zaman investisiya axınlarının həcminin təkcə Ermənistanda deyil, bütün regionda təxminən 20% artacağı gözlənilir. Avetisyanın fikrincə, Türkiyə ilə sərhədin açılması Ermənistanın Avropa İttifaqına ixrac imkanlarını genişləndirə bilər. Nazir müavini açıq sərhədlərin yalnız Ermənistan üçün deyil, bütün region üçün faydalı olacağını iddia edib. Tranzit axınlarının aktivləşməsi və tədarik zəncirlərinin qısalması bütün maraqlı tərəflər üçün sərfəlidir. Bu, regionun beynəlxalq ticarət marşrutlarında rəqabət qabiliyyətini və cəlbediciliyini artıracaq. Ermənistan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Sərkis Xandanyan, Lens Kokonosun rəhbərlik etdiyi ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti ilə görüşüb. Telegraf xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat xidməti məlumat yayıb. Sərkis Xandanyan görüşdə Ermənistan-Amerika strateji tərəfdaşlığının inkişafını yüksək qiymətləndirib. Həmsöhbətlər Trump marşrutu layihəsinin həyata keçirilməsinin vacibliyindən danışıblar. Yaxın gələcəkdə bu istiqamətdə görüləcək işlər barədə fikir mübadiləsi aparıblar. Sərkis Xandanyan, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması proseslərindəki son inkişaflara toxunub.